Biznesdə hamının etdiyi böyük səhv. Köhnə biznes düşüncəsi və ağıllı sahibkar düşüncəsini sizlər üçün toparladım və bir arada indi baxaq və köhnə biznes düşüncəsində deməli nələri səhv eləmişik və yaxşı biznesimiz olması üçün nələri etməliyik. Diqqətlə qulaq asın və inşallah ki, hər birinizə köməyim çatar. Əvvəl mükəmməl olmalıyam. Belə düşünürdük ki, əvvəl mükəmməl olmalıyam. Bu yanlış. Başlayaraq mükəmməlləşirəm. Bəli. Pul olmadan başlanmaz. Pul gələndə pul qoyaram. Hələ hazır deyiləm. İndi başlamaq ən doğru zamandır. Mən bacarmaram. Öyrənə-öyrənə qazanıram. Başqaları artıq doludur. Hər bazarda yer var. İnsanlar almır. Satış bacarıqdır, şans deyil. Məni kimsə tanımır. Məni insanlar yolda tapacaq və səbr edən hər zaman qazanır. Və son olaraq bunu deyim ki, əgər hələ də tərəddüddəsənsə, deməli vaxtıdır. İndi başlamasan, bir ildən sonra eyni yerdə qalacaqsan.